Salam, hər vaxtınız xeyir olsun. Bugün biz 2021-ci ilin ikinci qruplar üçün olan 15 iyul blok imtahanı suallarına baxacağıq. İlk sualda kompleks ədədlərin hasilini tapmamızı istəyir. Kompleks ədədlərin hasili çoxhədlilərin bir-birinə vurulması kimidir. Hər bir həddi digərində uyğun hədlərə vururuq. İkvaratın əvəzinə -1 yazırıq. Cavab olur 7 çıx i. Altıncı sualda 8 üstü LG Y loqaritmanın xassəsinə əsasən Y üstü LG 8, Y üstü LG burada 10 əsasdan toplandığı üçün hasilləri olacaq. Deməli LG 8 LG 2x-ə bərabərdir. Buradan x-i 4 tapır. Mən sualları nömrə ilə yox, ekranda görünən ardıcılıqla izah eləyəcəm, vaxt getməməsi üçün. İkinci sual da loqaritmanın xassəsinə aiddir. Burada 2-ni A-nın qüvvətinə, 2-də 1-i C-nin qüvvətinə, 3-ü B-nin qüvvətinə gətirsək. LGD bərabər olacaq LG A kvadrat, LG kök C və LG B kubu. LGD bərabərdir. Loqaritmada cəmlər olduqda vurulur, fərq olduqda bölünür. Deməli, buradan alırıq ki, D bərabərdir A kvadrat kök C böl B kubudur. 7-ci sualda 45 oğlan 13 qız var. Eyni sayda oğlan və qız gəldi. Bundan sonra oğlanların sayı 45 üstəgəli x, qızların sayı 13 üstəgəli x-dən 200% çox oldu. Yəni 300% olur. Buradan ixtisar aparsaq, x üstəgəl 45 bərabər, 3x üstəgəl 39 arıq. 2x-i 6 tapdıq, x oldu 3. Düşərgəyə sonradan gələn şagirdlərin ümumi sayını tapın. 3 oğlan, 3 qız gəlibsə, deməli 6 nəfər gəlmiş olur. Üçüncü suala baxıram, şagirdlər. B5 ilə B7-ni veribdir. Biz B7-ni B5 vur Q kvadrat yazsaq, 72 bərabərdir, 18 vur Q kvadrat. Deməli, Q kvadrat 4-dür, Q müsbət mənfi 2-dir. 8-ci suala baxaq, şagirdlər. Qrafika çəkilmiş toxunan apsis oxuna paraleldirsə, deməli, düz xətt apsis oxuna paralel olduqda, burada K 0-a bərabərdir. İndi birinci, ikinci rübdə yerləşəndə B müsbət olur. Törəmənin həndəsi mənasına görə K bucağı əmsalı törəmənin qiymətinə bərabərdir. Bu bizə verir 4x kubu çıx 32. Sıfıra bərabər etsək əgər x kubu 8 tapırıq, deməli apsisi 2-dir. Dördüncü suala baxırıq. X kvadrat çıx 2b çıx 5x 8c çıx 6 bərabərsinə həllər çoxluğu 3, 6 verilibsə. İntervalda şagirdlər həllər çoxluğu 3, 6 təyin olunubsa, deməli bu tənliyin birinci köküdür. Bu ikinci kök. Yəni müsbət, mənfi, müsbət olubsa, intervalı yaradan ədədlər uyğun tənliklərin kökləridir. Viet teoreminə əsasən x-in əmsalının əksi, yəni 2b çıx 5 köklər cəminə bərabərdir. Deməli 2b 14-dür deyə b 7-dir. 8c çıx 6 isə köklərin hasili 18-dir. Deməli 8c 24-dür, c də 3-dür. 7 və 3-ün cəmi 10 eləyəcək. 9-cu suala baxırıq. 9-cu sualda kosinusun 1 olmağını istəyir. Deməli buradakı bu ifadə 2 pi vur kosinus x 2 pi k-ya bərabərdir. K tam ədədlər çoxluğu olmaqla. Kosinus x bərabər k yazırıq. Kosinus k tam ədədlər çoxluğuna daxildirsə, alacağı qiymətlər kosinus mənfi 1, kosinus 0, kosinus müsbət 1 ola bilər. Biz bu üç tənliyin yekun birləşməsini tapmalıyıq. Şagirdlər, siz bunu rahat həll eləmək üçün apsis oxuna kosinus, ordinat oxuna sinus kimi baxırıq vahid radiuslu çevrədə. Kosinusun, baxın, rəngini dəyişək. Kosinusun 1 eləməsi üçün 0 dərəcə olması lazım. 0 etməsi üçün 90 və 270 olması lazım. Mənfi 1 etməsi üçün 180 dərəcə fırlanması lazım. Deməli, biz bu 4 dənə
dərəcənin hər birini cavab kimi qeyd etməliyik. Bu da C variantındadır. Bunun ikinci variantı budur ki, şagirdlər həll üçün. Kosinus -1'i alır, pi üstəgəl 2 pi k'da. Kosinus 0'ı alır, pi bölü 2 üstəgəl pi k'da. Kosinus 1'i alır, 2 pi k'da. Bu 3 dənə kökün birləşməsini tapmaq istəyiriksə, buradan çoxluqların birləşməsinə baxacağıq. Baxın, birincisi pi, 3 pi, 5 pi gedir. İkincisi pi bölü 2, 3 pi bölü 2 və s. Bunların birləşməsi bizə 90 dərəcənin misillərini verəcək. 5-ci sualda a üstü 3'ə 1 x desək, x kvadrat çıx 25x çıx 54 alırıq. Viet teoreminə görə köklər cəmi 25, hasili -54-dürsə 27 və -2 olacaq kökləri. Deməli, x çıx 27, x üstəgəl 2. Burada x-in əvəzinə a kubu yazırıq. A kub üstəgəl 2. İndi bərabərlikdə a kub üstəgəl 2 və a çıx 3 var, p-ni axtarırıq. Biz burada a kub çıx 27-ni vuruqlarına ayırsaq, a çıx 3, a kvadrat üstəgəl 3a üstəgəl 9 və a üstəgəl 2 olar. Deməli, p çox hədlisi a kvadrat üstəgəl 3a üstəgəl 9 imiş. Daha da var yəni. 10-cu sual müxtəsər vurma düsturlarına aid bir misaldır. X üstəgəl 1 bölü x-ə t desək, t kvadrat çıx 10t üstəgəl 25 0 eləyir. Deməli, bu t çıx 5-in kvadratı 0-dır. Buradan alırıq ki, t 5-dir. X üstəgəl 1 bölü x-ə 5 desək, kvadrata yüksəltdikdə x kvadrat üstəgəl 1 bölü x kvadrat üstəgəl 2 bərabər 25. Deməli, cavab 25 çıx 2, 23-dür. 14-cü sualda m 0, -1, -2'nin o, x, y-ə nəzərən simmetrik olduğu nöqtə x, y-lər dəyişməyəcək, z əksinə dəyişir. 0, -1, 2. Cavab D variantı olur. Növbəti sual 11'ə baxaq. 11-ci sualda deyir ki, 60 dərəcəli ikiyüzlü kəskin, 60 dərəcə altında kəskin iki müstəvinin üzərində götürmüş nöqtədən kəsişmə xəttinə qədər məsafə 12-dir. Şagirdlər, bu tip sualları biz indi, məsələn, müstəviləri çəkirik bu şəkildə. 60 dərəcə altında kəsişir. Bunların birinin üzərindəki nöqtədən, məsələn, A nöqtəsindən, kəsişmə xəttinə qədər məsafə 10 kök 3'dür. Müstəviyə qədər məsafəni tap deyəndə x axtarır. Biz buranı birləşdirəndə şagirdlər, bax bu bucaq, ikiyüzlü bucağın xətti ölçüsü olur. Nə almış olduq? Adi düz bucaqlı 3 bucaqdır. Yəni siz 60 dərəcəli bucaq çəkib, bu üzün biridir, A nöqtəsi. Bu tildir, til. Burada digər üzdür. İndi tilə qədər məsafəni 10 kök 3 verib, 60 dərəcə də verib. Üzə qədər məsafəyə x yazsaq, 30 dərəcənin qarşısı olacaq 10 kök 3'ün yarısı 5 kök 3, 60'ın qarşısı olur 5 kök 3, vur kök 3, yəni 15. 15-ci suala baxıram. Medianlar perpendikulyar verilibdir. K ağırlıq mərkəzidir. BN 9'dursa təpədən başlayaraq 2, 1 nisbətində bölünür, 6, 3'dür. CK 10'dursa K'dan median çəksəm mən, KL çəksəm, bura 5 olacaq. 90 dərəcədən çəkilmiş median hipotenuzun yarısıdır. Deməli, bura 10'dur. O zaman AK'nı Pifagor teoremi ilə 8 tapırıq. Medianların kəsişmə nöqtəsində MK da 4 olduğundan ABC üçbucağında AM medianı 12 olacaqdır. Məsələnin həllini bir daha deyirəm. Mən, bax, birinci addımda KL uzadırıq. Və KL ikinci addımda üçbucaq AKB'də, üçbucaq AKB'də KL AB'nin yarısıdır.
Burada AKB-də AK'nı Pifagor teoremi ilə 10 kvadrat çıx 6 kvadrat 8 tapırsınız. Daha sonra yenə medianlar təpədən başlayaraq 2 1 bölündüyü üçün MK-nı da 8-in yarısı 4 alır. Davam edək. 12-ci suala baxacağım. Burada A kvadrat üstəcə 2AB üstəcə B kvadrat A üstəcə B-nin kvadratıdır. Çıx C kvadrat 17-dir. Bu bizə A üstəgəl B çıx C, A üstəgəl B üstəgəl C verir. Mötərizəni burada yazmalıyım. Hasil 17-dirsə, natural ədədlər deyə hasil 17 eləyən ədədlər 1 və 17-dir. Biz bunu yazdıq. Buradan tərəf-tərəfə toplasaq 2 dənə A üstəgəl B 18 elədi. Deməli A üstəgəl B 9. Buradan alırıq ki, C 8-dir. Misalda yazsaq 2 vur 8 çıx. A üstəgəl B-nin də əvəzinə 9 yazıram. 16 çıx 9 cavab 7-dir. 16-cı sualda düz bu prizmanın oturacağının tərəfi 9 olan rombdur. Prizmanın diagonalları 10 və 16 olarsa, hündürlüyünü tapmış. Şagirdlər, biz paralelipiped üçün, oturacaq rombdursa, bu həm də paralelipipeddir. Mən indi şəklini çəkirəm burada. Hazır düsturumuz var. İndi o düsturla da yazacağım. Düstursuz da həllini deyər. Oturacağın tərəfi A, A-dır. Hündürlük H-dır. Prizmanın diagonalları, tutaq ki, bu bir diagonal olsun, böyük diagonalı 16, digər diagonal olsun 10. Paralelipipeddə diagonalların kvadratlar cəmi, ölçülərin kvadratlar cəminin 2 mislidir. ABS paralelipipedin ölçüləridir. Yəni mən burada birbaşa düsturu yazsam 100 üstəgəl 256 bərabərdir 2 vur 9 kvadrat üstəgəl 9 kvadrat üstəgəl h kvadrat yaza bilər. Buradan h-ı tapasıq. 356 eləyir. 2-yə böləndə nə alırıq orada? 150, 178 bərabərdir. 162 üstəgəl h kvadrat. H kvadratı 16 tapdıq. Deməli, hündürlük 4 imiş. Düsturu bilməsək əgər, nə eləyə bilərik? Baxın, indi mən qara ilə çəkəcəm. Bu oturacağın diagonalına D1, bu hündürlüyə h yazıram. Böyük diagonala D2 deyək, hündürlük h olsun. Baxın, fikir verin. Mən yuxarıda yazıram burada. H kvadrat üstəgəl D2 kvadrat 16-nın kvadratıdır. H kvadrat üstəgəl D1 kvadrat 10-un kvadratıdır. Bu ikisini tərəf-tərəfə toplasaq 2h kvadrat üstəgəl D1 kvadrat üstəgəl D2 kvadrat 16 kvadrat üstəgəl 10 kvadrat. D1 kvadrat D2 kvadrat 4a kvadrat rombun tərəfini yazdıq. H-ı tapırıq. Biraz yer çatışmazlığı oldu, üzrü sayın. 13-cü suala baxaq. XY alsın istəyir. Burada 4XY var. Bu 4XY-dən mən 2XY ayırsam, bərabər 8 yazsam. Bu bizə nə verir? X üstəgəl Y kvadrat. X üstəgəl Y və 2XY. X üstəgəl Y 2 veribdir deyə 4 üstəgəl 2 üstəgəl 2XY bərabər 8. Deməli, XY-i 1 tapır. 17-ci sualda konusa aid bir sualdır. Oturacağının sahəsi yan səthinin sahəsindən 2 dəfə kiçikdir. Bu sual şagirdlər 2022-cinin qəbulunda da keçən dərsdə bundan əvvəlki videoda izah elədiyim sual kimi həll olunur. Baxın, yan səthin sahəsi eyni sualdır. 2 dənə S oturacağa bərabərdir. Pi r L 2 dənə pi r kvadratdır. Buradan alırıq ki, L 2 r-ə bərabərdir. Konusda L 2 r-ə bərabərdirsə, deməli, bu konus bərabər tərəfli konusdur. Yəni, ox kəsiyi bərabər tərəfli üçbucaqdır. İndi hündürlüyü çəkdik, h, bura r. Bu bucaq 30 dərəcədir. H bərabər olur, 60 dərəcənin qarşısı r kök üstür. İndi bizdən soruşur, hündürlüyü doğrana nisbəti. Yəni, r kök üçün 2r-ə nisbət. Doğru cavab
Kök 3 bölü 2 Y variantı olacaq. 18-ci suala baxırıq. Buradan biz B'den bir paralel keçirsək, 130 dərəcəyə bir tərəfli bucaq 50 dərəcə, 120-yə bir tərəfli bucaq 60 dərəcədir. Üçü birlikdə 180 etməlidir, 70 dərəcə olur. Və yaxud da A'dan paralel çəkib D2-yə 3 bucaq ala biləriz. 22-ci sualda L'Hopital qaydası ilə tapmaq olar, amma keçənlərdə qeyd etmişdim. İmtahanda limiti L'Hopital qaydasından hesablamağınız doğru deyil. Orta məktəb proqramında L'Hopital qaydası yoxdur. Biz sürəti qruplarına ayırdıq. Baxın, sürət və məxrəcin qoşmasına vuracaq. Məxrəcin qoşması x çıx 2 üstəgəl 1, x çıx 2 üstəgəl 1. Bərabər. Kəsrin surətində ifadələr qaldı olduğu kimi. X çıx 2 çıx 1. Burada x çıx 3, x üstəgəl 3. Vurulsun kök altı x çıx 2 üstəgəl 1. Diqqət eləyin, x çıx 3-lər ixtisar get. X-in yerinə 3 yazırıq. Burada alacağıq kök altda 3 çıx 2 üstəgəl 1. 6 vurulsun 2, cavab 12-dir. D variantı olur cavab. 19-cu suala baxaq. Rombun perimetri 20-dirsə, deməli rombun tərəfi 5-dir. Hündürlüyü 2/5-dirsə, artıq bu bucağa nə qalır? Katet hipotenuzun yarısıdır. Deməli 30 dərəcədir. 23-cü sualda B çıx 3A vektoru ilə B üstəgəl 3A vektorları perpendikulyardırsa, skalyar hasilləri 0-dır. Deməli, B kvadrat çıx 9 vur A kvadrat 0-dır. Onda modulda B kvadrat 9 dənə modul A kvadratdır. Yəni, modulda B 3 dənə modul A. Bizdən istəyi nədir? 2 vur modul B modul A nisbəti tapılsın. Modul B-nin əvəzinə 3 dənə modul A yazanda modullar ixtisar olunur. 2 vur 3 cavab 6 aldıq. 20-ci suala baxacağıq. Trigonometri funksiyaların dövrü ilə bağlı bir məsələdir. Şagirdlər, baxın, sinus 3x, kosinus 3x. Ortaq vuruq çıxartdıq. Qalır sinus kvadrat 3x, üstəgəl kosinus kvadrat 3x. Sinus kvadrat üstəgəl kosinus kvadrat 1 elədiyi üçün sinus x, kosinus x-də 2-də 1, sinus 6x aldıq. Burada 1 yazdıq. İndi bu funksiyanın dövrünü tapmaq üçün sinusun qüvvəti təkdir deyə 2pi-ni x-in əmsalı 6-ya bölürük. Modulda 6-ya. Cavab pi bölü 3 olacaq. Keçək 24-cü sualda. Bu sualda şagirdlər, bu birləşmənin elementlər sayını ala biləcəyi ən böyük və ən kiçik qiymət sayını istəyir. Kəsişməsi boş çoxluq deyilsə, biz burada A və B-nin kəsişmənin ən az olması 1 düşünsək, A-nın element sayı 5 dənədir deyə, bura 4, B-də 7-dir deyə 6 düşür. Onda cavab ən böyük qiyməti 11 olur. Maksimal qiymətidir. Bu n A birləşmə B-nin maksimum qiymətidir. Əgər biz minimum qiymət axtarırıqsa, bu halda A-nı B-nin daxilində götürərik. B-nin 7 elementi, A-nın 5 elementi varsa, A ilə B-nin birləşməsinin minimal element sayı 5-dən olacaq. Daha doğrusu 7-dən olacaq. Cavab 11 və 7-dir. Əgər kəsişməni istəmiş olsaydı bizdən şagirdlər, yenə də məsələni həll edə bilərdik. Baxın, birləşmə maksimum olanda kəsişmə minimum olur 1 dənə. Birləşmə minimum olanda kəsişmənin element sayı maksimum olur 5 dənə. Yəni, indi 11 ilə 7 ya da 1 ilə 5-in cəmini istəyir. 21-ci sualda uzunluğu 45 olan çevrənin 40 dərəcəli qövsünün uzunluğunu tap. Çevrənin tam qövsü 360 dərəcədir, şagirdlər. 360 dərəcəyə 45-dirsə, 40 dərəcəyə uyğun olan qövsü tənasüblə x yazsaq.
X tapılır ki 40 vur 45 böl 360. Bunlar ixtisar olunsa 45 böl 9 cavab 5 olacaq. 25-ci sualda BY-yə n yazsaq, AY-yə 3n düşəcək. BYC-nin sahəsi 12-dir, AYC-nin sahəsinə S yazır. S-in 12-yə nisbəti 3n-in n-ə nisbətinə bərabərdir. Çünki hündürlüklər eynidir. S-i buradan 36 tapırıq. ABS üçbucağının sahəsi 48 olur. İndi deyir ki bizə BS-yə çəkilmiş hündürlük 8-dir. Mən buradan çəkdiyim hündürlük 8, bura x yazsam. 8 vur x böl 2 bərabər 48-dir. Deməli x-i tapırıq ki 12-dir. BS-ni tapmamızı istəyir. Doğru cavab 12 olacaq. Keçək. 26-cı sual şagirdlər həmin dövrlərdə isbat düşmürdü. Burada indi proqrama uyğun olmayan bir nümunəni mən çıxardıb belə bir isbat məsələsi qoymuşum. Kök A, kök B, kök C cəmi 1-dir. ABC cəmi 3/1-dən kiçik olmadığını isbat eləməlisiniz. ABC müsbət həqiqət ədədlərdir. Biz burada şagirdlər birinci müxtəsər vurmanın bu düsturunu istifadə eləyərik. Baxın, bu bizə verir x kvadrat, y kvadrat, z kvadrat və 2xy, 2yz, 2xz. Birinci bunu bilməliyik. Kök A üstəgəl kök B üstəgəl kök C-nin kvadratı bərabər 1-in kvadratı yazıram. Həmin düstura əsasən A üstəgəl B üstəgəl C üstəgəl 2 vur kök AB, kök AC və kök BC bərabər 1 yazırıq. Bizdən bərabərsizlik istəyirsə, şagirdlər, biz əsasən koşu bərabərsizliyindən istifadə eləyəsirik. A üstəgəl B 2 kök AB-dən kiçik deyil. B üstəgəl C 2 kök BC-dən kiçik deyil. A üstəgəl C 2 kök AC-dən kiçik deyil. Tərəf-tərəfə toplasaq əgər, nə alarıq? Hərəsindən 2 dənə A, 2 dənə B, 2 dənə C. Kiçik deyil 2 kök AB, kök BC və kök AC-dən. İndi buradan, baxın bu ifadəni tapsaq. 2 kök AB üstəgəl kök AC üstəgəl kök BC. Bir çıx mötərizədə A üstəgəl B üstəgəl C yazsam. Bu ifadəni gətirib burada yerinə qoysaq. 2 vur A üstəgəl B üstəgəl C kiçik deyil. Bir çıx A üstəgəl B üstəgəl C alır. Bu mənfi olan toplananı sola keçirsək 3 dənə A üstəgəl B üstəgəl C birdən kiçik deyil. Deməli A, B, C cəmi 3/1-dən kiçik deyil. Yəni bunu isbat eləmək üçün biz müxtəsər vurma düsturunu istifadə elədik və ədədi orta həndəsi ortadan kiçik deyil. Koşi bərabərsizlik. Keçək. 27-ci sualda uyğunluğu müəyyənləşdirməyimizi istəyir. Birincidə y-i x kvadrat çıx 4x üstəgəl 10 verir. Burada A1, baxın biz bunu birbaşa yaza bilərik də şagirdlər. X çıx 2 kvadrat üstəgəl 6. ABC-ni tapıb da bunu yazmaq olardı. Deməli bunun təpə nöqtəsi 2-6-da yerləşir. Qolları da yuxarı olduğu üçün həm də diskriminant mənfidir. 16 çıx 40 mənfidir. Təpə nöqtəsinin apsisi 2-6-dadır. Ordinatı 10-da kəsir, x-ə 0 yazdıqda. Qollar yuxarıdır. Ona görə apsisi oxundan yuxarıda yerləşir, 1-ə aiddir. İkincidə isə, baxın, apsisi oxuna toxunur, yəqin ki, heç birinə aid olmayacaq, diskriminantı 0 eləyən yoxdur. İndi apsisi oxundan aşağıda yerləşən ikinci olacaq da, yəqin ki. Mənfi x kvadrat üstəgəl 3x çıx 14, diskriminantı 9, çıxılsın. Burada 4 vur, mənfi 1 vur, mənfi 14. Müsbət təzədən mənfidir. Diskriminant mənfi olduğu üçün qolları aşağıdadır. Qollar aşağı yönəlir. Apsisi də apsisdən aşağıda olacaq tamamilə. Təpə nöqtəsinin apsisi olacaq 3/2. Yəni burada hardasa bir yerdədir. Ona görə apsisi oxundan aşağıda yerləşir 2.
Apsisi oxun 2 nöqtədə kəsən isə 3-cü olacaq. Çünki baxın buradan yazıram. X kvadrat çıx 5x çıx 12'dir. Diskriminantı 25 üstəgəl 48 müsbətdir. Diskriminant müsbət olduğu üçün apsisi 2 nöqtədə kəsir. Köklərindən biri mənfidir, biri müsbətdir. Bunu necə təyin elədik şagirdlər? Köklər cəmi müsbət, köklər hasili mənfi 12'dir. Deməli, bir kökü mənfi, bir kökü müsbətdir. Təpə nöqtəsinin apsisi 2.5-də, bax bu təpə nöqtəsinin apsisidir. 2.5 ordinatda nədirsə olacaq. Ona görə üçüncüyə aiddir. Koordinat başlanğıcından heç biri keçməyəcək. X-ə 0 yazanda Y-i 0 edən yox. Və sonuncu situasiya tapşırıqlarına baxaq. Bir balaca kiçildirəm bunu. 11 nəfər qız, 20 nəfər oğlan olmaqla şagirdlər arasında velosiped yarışı keçirilir. Yarış KM-nin trayektoriyası üzrə müəyyən olunmuşdur. Bu trayektoriya O mərkəzli dairəvi gölün çevrəsinə MN nöqtəsinə toxunan KM və NF düz xətləri yollarından və bu gölün MN hissəsindən ibarət. Qaliblərin düz xətli yolları eyni sürətlə getdiyi və sürətin MN hissəsindəki sürətindən 1 kilometr dəqiqə çox olduğu məlumdur. Buranı V sürəti ilə gedibsə, buranı V üstəgəl 1 sürəti ilə getmiş olacaq. Bu məlumatları verir. Yarış yolunun uzunluğunu tapmamız istəyir. Burada bu bucaq 45 dərəcə verib. Deməli, bura 90 olduğu üçün burada 45 düşür. Bura 45, bura 45 olacaq. 90 dərəcə. K12 kök 2 veribsə, deməli bu çevrənin radiusu 2 tapılır. Bizdən çevrə uzunluğunu istəyir. Deməli, bura yarış yolunun uzunluğunu istəyir. Baxın, bucaq MON 90 dərəcədir. Yarış çevrəsinin uzunluğu, yarış yolunun uzunluğu üçün mən KM tapmalıyam. Sonra MN qövsün uzunluğun, bir də NF-ni. KM və NF 2'dir. Hər ikisi 2 üstəgəl 2. Qaldı MN qövsünü tapmaq. Çevrənin radiusu 2-dirsə, 360 dərəcəyə çevrə uzunluğu 2 pi r-dir. 90 dərəcəyə x-dir. 4 dəfə kiçilir deyə x pi-dir. Pini də 3 veribdir deyə deməli cavab olur 7 kilometr. 28'də doğru cavab 7 olacaq. 29'da deyir ki, yarışın qalibi bütün yola 7.5 dəqiqə sərf edibsə, yarış yolunun MN hissəsinin hansı sürətlə gedib? Deməli, baxın, burada KM uzunluq 2 kilometr V üstəgəl 1 sürəti ilə gedib. MN qövsünün 3 kilometrlik yolu V sürəti ilə gedib. V üstəgəl 1 sürəti ilə NF-ni gedibdir. 7.5 dəqiqə, yəni 2-də 15'dir. Deməli, biz buradan tənliyi həll eləməliyik. V vur V üstəgəl 1, 2 vur V üstəgəl 3 vur V üstəgəl 1 üstəgəl 2V. 15 böl 2'dir. Alırıq ki, 15 vur V üstəgəl 1, 2 vur 4V üstəgəl 3V üstəgəl 3. Kvadrat tənliyi alırıq. 15V kvadrat üstəgəl 15V bərabərdir 7, 2, 14V üstəgəl 6. Sola keçirsək, 15V kvadrat üstəgəl V çıx 6, 0. Diskriminant bərabər olacaq. Vuruqları ayırmaqda vaxt itirmək istəmirəm. 1 üstəgəl 24 vur 15, 361 eləyir. Deməli, V bərabər olur mənfi 1 üstəgəl 19 böl 2 vur A. Cavab 30'da 18. Ümid edirəm səhv etmədim. Bu da 6'ya geçsə ixtisar 5'də 3. 0.6 kilometr dəqiqə olur V. 30-cu sualda əvvəldə yazmışdıq ki, 11 qız, 20 oğlan yarışda iştirak edir. 20 oğlan. Finişə birinci gələn şagirdin qız olduğu məlumdur. Artıq bir nəfər çıxdı, qaldı 10 qız, 20 oğlan. İkinci gələn şagirdin 30 nəfərdən oğlan olması 30'da 20'dir. Ehtimal 3'də 2 olacaq.
Beləliklə bu imtahanın da sonuna çatdıq. Hər birinizə uğurlar arzulayıram. Növbəti imtahanlarda görüşərik. Sağ olun.